o xilaskardır, məhəbbətin dolu daşı. Bilirsən o xilaskardır, məhəbbətin dolu daşı. Bilirsən o xilaskardır, İsa Məsih xilaskardır. Xilaskarımıza alqış olsun, izzət olsun, hər vaxtınız xeyirli olsun, əziz dostlar. Bir müddətli ayrılıqdan sonra yenə sizlərlə görüşürük. Biz Qol Yaşam Kilsəsi Tiflisdən, Gürcüstan Tiflis şəhəri, İsaniqdən Qol Yaşam Kilsəsi. Sizi salamlayırıq, ateşli salamlarla. Rəbbin sülhü ilə salamlayırıq, əziz dostlar. Sülh olsun, evlərimizdə, eşiklərimizdə, Tanrımızın hər cür ağıldan tutulan sülhü hər birimizin ürəklərimizi və düşüncələrimizi qorusun. Hər bir duamda mən sülhlə başlayıram, çünki bilirəm ki, bu günahlı dünyada, bu keşməkeşli dünyada hələ ki bədəndə yaşayırıq. Sülhə hər birimizin ehtiyacı var. Sevgiyə hər birimizin ehtiyacı var. Çünki bizi özümüzdən çıxarta bilən çoxlu şeylər var ətrafımızda. Doğru dolu elə gəlir, əziz dostlar. Onun üçün də qoy Tanrının bizim üçün o dediyi söz, sülhümü qoyub gedirəm, hər birimizdə işləsin. Hər birimizin ehtiyacı var. Məsələn, mənim çox ehtiyacım var. Rəbbə həmd olsun, İzzət olsun, bizim ehtiyaclarımızı əvvəlcədən bilir və ehtiyaclarımıza görə də kəlamını qoyub və Tanrını çağırarkən gəlir, sənə mümkün olmayanları göstərir. Bunu mən yox, kəlam deyir. Onun üçün də, əziz dostlar, hər bir vəziyyətdə, hər bir şəraitdə, hansı vəziyyətdə, yəni çətinliyimiz, zorluqlarımız olursa, Rəbbə üz tutmalıyıq. Çünki güc, qüvvət sahibi odur. Bizi yaradan, bədənimizin hər bir üzvünü əli ilə hörüb qoyan Tanrıdır və o çox gözəl bilir bu anda, bu saniyədə, dəqiqədə, bu vəziyyətdə nə etmək lazımdır. Onun üçün də Rəbdən həmişə ehtiyaclarımızı diləyək və o ödəyəcək. Çünki bizi sevən Atadır və yeganə bir varlıq, yəni yeri göyü yaradan, var olan, var olmuş, küll ixtiyar sahibi, bizi də yaradan və sevərək yaradan və özünə bənzər yaradan və seçim azadlığını bizə verən, yəni bizim üçün hər bir, yəni hər şey etdi, hər şey etdi. Axırda da bütün günahlarımıza görə çarmıxa çəkildi. O, yəni ki, Rəbbimizdir, o heç vaxt dəyişilməz. Onun üçün də diləyiriksə verəcək. Diləklərimiz də ki, niyyətlərimiz gözəl olsun və diləklərimiz Rəbbə uyğun olsun, Rəbbin iradəsinə uyğun olsun. O, hər bir şeyi verməyə qadir olan Tanrıdır. Bütün arzularımız, diləklərimiz Tanrının xidmətinə, Rəbbin sevgisinə, Rəbbə həsr olunarsa, Rəbb onu daha tez verər. Çünki Tanrını razı salmaq üçün bizim ona imanımızı, güvənimizi, ümidlərimizi görməlidir, əziz dostlar. İman əməlsiz, boşdur, biz güvənməliyik İzzətli atamıza. Halleluya, amin olsun. Hər biriniz Rəbbin gücü ilə dolasınız, əziz dostlar. Mən buradan dua edirəm hər bir kəsə, bizə qoşulan hər bir kəsə görə Rəbbimizə şükür edirik. Yaxşı ki, varsınız. Dua qrupumuzda da insanlar var. Və bizə baxan, bizə qoşulan internet vasitəsilə hər bir bacımıza, qardaşımıza görə Rəbbimizə alqış olsun, izzət olsun deyirik və hər biriniz xeyirbalı olun. Tanrımızın o gözəl lütfü hər birimizin üzərində olsun, hər birimizin üzərində olsun. Lütf sayəsində necə ki, xilası əldə etdik və lütf sayəsində, onun lütfü sayəsində, yəni qazanmadığımız bir iyiliyi, yaxşılığı ömrümüz boyu görək və ömrümüz boyu Rəbbin
sevgisinin altında, lütfu altında yaşayaq. Bu çox gözəl bir şeydir. Onun qorucu qüvvəsi altında yaşayaq.